siz buyurun. Yani buyurun. Sizə uğurlar dilərik. Nəyə görə? Siz bizim Qazaxda qonşumuzsunuz. Baban, nənən, əmilərin, hətta siz uşaq vaxtından mən onu görmüşəm. Bizə ilk dəfə elmi örgədən, bizə yol göstərən, yaxşı səmimi olursunuz, xeyirxah olmuşsunuz. Biz ona görə Akif müəllim qeyd elədi. Hesab edilir ki, belə bir coşku, belə bir səmimiyyət, belə bir yüksək əhval-ruhiyyə inşallah noyabrın birində də göstərəcəksiniz. Hamılıqla seçim məntəqələrinə gəlib, layiqli namizədə səs verəcəksiniz. Çox sağ olun, hər kəsə təşəkkür edirik. Sonunda Kamran müəllimə də sizə deyirəsi sözlərim. Hamının adını bilmədən təqdim elədim. Flora xanım, çox sağ olun. Babamın adını çəkdiniz, nənəmin adını çəkdiniz. Allah sizin canınızı sağ eləsin. Allah hamımızın canını sağ eləsin. İnşallah yenə də deyirəm, xahiş edirəm. Fəal iştirak eləyək bu seçkilərdə və dövlətimizi, prezidentimizi bununla da dəstəkləyək. Sağ olun, çox sağ olun. Çox hörmətli idman veteranları. Bildiyiniz kimi ölkəmiz mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Noyabr ayının birində Respublikamızda parlament seçkiləri keçiriləcək. Bununla əlaqədə olaraq oktyabr ayının artıq 9-undan qeydə alınmış namizədlərin təşviqat kampaniyası başlayıb və belə deyək ki, mütəmadi görüşlər keçirilir. Bugün 107 saylı Qazax seçki dairəsində namizədliyi qeydə alınmış Nəbzadə Kamran Teymanoğlu'nun sizlərlə, yəni Qazaxın idman ictimaiyyəti ilə görüşü keçirilir. Çıxışım öncəsi qeyd edeyim ki, biz görüş qrafikini tutarkən Kamran müəllimin təklifi ilə görüşlərimizi Qazaxın Səhətyanı kəndlərindən başladıq, yəni Üzü Quşçayırından bu yana. Bugün də belə deyək ki, o kəndlərdən o xəttə sonuncusu olan Daşdağlı kəndinin ictimaiyyəti ilə görüşdük, seçkilərlə görüşdük. Bugün isə qrafik uyğun olaraq sizlərlə görüşürük. Özünüz də görürsünüz ki, artıq təşviqat kampaniyasının neçənci günüdür və bizi bu kampaniyada rayonumuzun çox nüfuzlu insanları, rayonumuzun tanınmış ziyalıları müşahiət edirlər. İndi biz onlardan təbii ki, burada görüşümüz ərəfəsində bir neçəsinə söz verəcəyik. Mən belə deyək ki, qısa danışmaq istəyirəm. Danışmaq istəyənlər çoxdur. Yəqin ki, istəyən hər kəsə söz veriləcək, onların sözləri, təklifləri dinlənəcək. Amma bundan əvvəl çıxış üçün sözü Kamran müəllim Nəbzadəyə verir. Kamran, buyurun. Çox sağ olun, bugün gəldiyimizə görə bura zəhmət çəkmişsiniz. Mən birinci günü idi, gəlmişdim. Azuman müəllim belə bir təşəbbüslə çıxış etdi ki, Avey klubu görüşmək istəyir. Məndən və Firdovsu müəllimlə də birgə belə bir məsləhətə gəldik ki, bu görüşü keçirdək. Və mən həm Azuman müəllimə, həm Firdovsu müəllimə bu təşəbbüsə görə minnətdaram. Bugünkü gündə bu danılmaz bir faktdır ki, idman ən birinci növbədə və həmişə diqqət mərkəzində olan bir sahədir Azərbaycanda. Dünən bayram idi, mən bugün Daşsalahlıda kənd sakinlərini təbrik elədim bayram münasibəti ilə və bunu da qeyd elədim ki, bugünkü gündə Azərbaycanda idmanın inkişafı bu cənab prezidentin ölkədə idmanın inkişafına bariz nümunəsidir ki, belə bir diqqət demək olar ki, heç yerdə yox. Biz hər yeri gəzirik, mən şəxsən çox yerlərdə olmuşam, çox yerləri görmüşəm. Həqiqətən bunu görəndə adam fərəhlənir. Bugünkü gündə bizim ənənəvi olaraq güləşçilərimizin və başqa idman növlərdə idmançılarımızın qələbələrinə, uğurlarına sevinirik və fəxr edirik. Bu da hamısı təbii ki, ölkə rəhbərliyinin idmana yetirdiyi diqqət və qayğının nəticəsidir. Bugünkü gündə Avropa Olimpiya oyunları nə qədər möhtəşəm keçirildisə, bu bütün dünya gördü, bütün Avropa gördü, düzdür,
görmək istəməyənlər güya ki, bu oyunları görmədi, amma onunla belə 50-dən yuxarı ölkədən 6000-ə yaxın idmançı gəlmişdi. Və bütün dünya bugünkü gündə bu Olimpiya, Avropa Olimpiyada sonra Avropa oyunları oldu. Avropa oyunlarının möhtəşəm keçirilməsi haqqında danışırdı və danışacaq da hələm. Qabaqda bizi İslam oyunları gözləyir. Mən ümidvaram və inanıram ki, bizim idmançılarımız orada yenə də medallar qazanacaq və təşkili eyni qaydada çox yuxarı səviyyədə, ən yüksək səviyyədə olacaq. Əllə verib, bir olub, bütün qarşımızda olan, bütün də olmasa, bir hissəsini, problemlərini həll edəcəyik. Yetər ki, bizdə inam olsun, yetər ki, bizdə o düşüncə olsun. Mən bir daha deyirəm, çox vaxtınızı almayacağım. Mən gənclərdən xahiş edirəm ki, idmanla məşğul olsunlar, təhsillərini artırsınlar. İdman insanı mübariz eləyir, təhsil də insanın ağlını, zəkasını yetişdirir. Bu iki amilin sintezi hər bir gəncin gələcəkdə böyük bir şəxsiyyət, böyük vətəndaş olmağına gəlib çıxardır ki, bu da hər insanın ölkəsinə, xalqına verən töhfəsində nəticələnir. Mən seçkilərdə arzulayıram ki, seçiminiz kim olur olsun, kimə səs vermək istəyirsiniz, səs verin. Əsas odur ki, siz, yaxınlarınız, ailəviz, bütün gənclər, bütün idmançılar fəal bu seçkilərdə iştirak eləsin. Bu iştirakla biz sübut edəcəyik bir daha ki, Qazax xalqı, Qazax cəmiyyəti həm dövlətə, həm xalqa, həm prezidentimizə sadiqdir. Allah Azərbaycanımızı qorusun, Allah xalqımızı qorusun, Allah bizim prezidentimizi qorusun. Məşhur ali məktəblərini bitirib, Lomonosovdan Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, ixtisasca iqtisadçıdır. Eyni zamanda Ümrüsiya. Mənə elə gəlir ki, biz hamımız Kamran müəllimə necə deyərlər, səs verəcəyik ki, deputat olsun. Sizin vəzifəniz, bizim vəzifəmiz evdə valideynlərinizə, qardaşınıza, bacıya, qonuma, qonşuya deməlisiniz ki, kimə səs vermək lazımdır? Kamran müəllimə. Ən birinci də vəzifəniz ondan ibarət olsun ki, cəmaatımızın o seçkidə iştirakını təmin eləyəsiniz. Mənə elə gəlir ki, biz hamımız yekdilliklə Kamran müəllimə səs verəcəyik və gələcəkdə onu deputat kimi qazanıb. Mən də salamlayıram əziz dostlarımızı, idmançılarımızı, bizim Qazağımızın fəxrlərini, doğrudan da sizin hər biriniz bizim fəxrlərimizsiniz. Yəni, mən bu günləri keçmişə nəzər salsaq, yadınızdadırsa, biz çox çətin, ağırlı, əzablı günlər görmüşük. 91-92-ci il, 93-cü illərdə çox zülümlü, mən deyərdim, əzablı günlər görmüşük. Ancaq şükürlər olsun bugünkü günə ki, bu günləri biz o etapları keçmişik. Bu günləri bizim yığma komandamızın tərkibində neçə Qazaxlı idmançılarımız var. Bu da sözsüz əsası ümumilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda apardığı düzgün siyasətin nəticəsində bu qazanıldı və biz bu stadionda məşq elədiyimiz müddətlərdə toplar, qıratlar bu stadiona düşürdü. Onu siz hər biriniz bilirsiniz. İşıq yox, qaz yox. Bu günləri Azərbaycan dünya miqyasında tanınmış ölkələrdən biridir. Şəxsən möhtərəm cənab prezidentimiz İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin nəticəsində Azərbaycan dünyaya şəfəq kimi, günəş kimi şəfəq saçıbdır və Azərbaycan idmançılarının qazandığı uğurlar hər birimizə məlumdur. Və bu günləri bura toplaşmağımızın məqsədi də, məramı da ondan ibarətdir ki, biz güc birlikdədir, idmançılarımızın hamısı bir yerdədir. Biz bir olsaq, inşallah, bilirsiniz ki, Kamran müəllimin haqqında tərcümə halına qulaq astınız. Kamran müəllim düzgün əqidəli, sağlam düşüncəli bir insandır, dostumuzdur, əzimizdir. Qazağımızın Kamran müəllim də fəxridir. Sözün əsl mənasında, gənc yaşında, cavan yaşında böyük nailiyyətlər əldə edibdir. Mən inanıram ki, biz birlikdə
İnşallah mən belə baxıram, burada idmançılarımızın çoxsu iştirak eləməyik. Yığma komandanın tərkibində olan idmançılarımız da var ki, hər birimiz bir yerdə inşallah Kamran müəllimin ətrafında birləşəcəyik. Bizim birliyimiz bir olmalıdır. Dövlətimizin, millətimizin uğurlarına sevməliyik və gələcəkdə də biz bir olub Kamran müəllimi inşallah deputat kimi Milli Məclisdə görəcəyik və Kamran müəllim də hər zaman idmançıların yanında olacaqdır və inşallah uğurlarımıza da, nailiyyətlərimizə də mən inanıram ki, bir yerdə sevinəcəyik. Və sizin hər birinizi noyabrın 1-də bir nəfər kimi seçki məntəqələrinə gəlməyə və bizim əzimizə, qardaşımıza sağlam düşüncəli, sağlam iradəli, sağlam olan insana, ürəyə sağlam olan insana Kamran müəllimə səs verməyi çağırıram. Sağ olun. Mütəşəkkürəm, sağ olun. Çıxış üçün sözü Kamran Nəbizadənin təşviqat qatarında fəallığı ilə seçilən AV İdman Klubunun prezidenti Arzuman müəllimə verir. Hörmətli dostlar, hər birinizi salamlayıram. Bugün bura yığışan insanlar Qazaq idmanının belə necə deyirlər, qaymaqlarıdır, seçilmiş insanlarıdır. Təbii ki, bu sayı çoxaltmaq da olardı, genişləndirmək də olardı, amma biz bilirik ki, burada olan hər bir insanın hər biri 10 nəfərə, 20 nəfərə, bəlkə də 50 nəfərə təsir imkanına malik olan şəxslərdir, bizim sevdiyimiz insanlardır. Kamran müəllimi mən bir dost kimi xarakterizə eləmək istəyirəm. Kamran müəllimlə biz uzun illərdir münasibətimiz var. Yəni həmişə Kamran müəllimi gülərüz, xoş məramlı, xeyirxah bir yoldaş kimi tanımışam. Və bugün də qismət oldu ki, biz Kamran müəllimi təşviqat qrupundayıq. Bildiyimiz kimi bizim də bir idman klubumuz var, AV İdman klubu. O günü Kamran müəllimə məlumat verirəm ki, biz hər il Ulu Öndərin yubileyində, ad günündə, may ayının ənənəvi futbol turniri keçiririk. Rəhman müəllim də buradadır, sağ olsun, həmişə bizim yanımızda dəstək olun. Kamran müəllim xahiş edərdi ki, turnirdə mən hansı komandadan mən də bir futbol gəlim oynayım. Bizim istədiyimiz əslində odur ki, bizim millət vəkilimiz yanımızda olsun. Burada doğrudan mən millət vəkili deyəndə sadəcə o gəlib stadion tikdirməlidirmi, bir neysə yeniliklər mi etməlidir, yoxsa millət vəkili bizim sözümüzü mü çatdırmalıdır? Əsasən mən düşünürəm ki, millət vəkili bizim sözümüzü, haqq sözümüzü yüksək tribunalardan səsləndirməlidir. Amma Kamran müəllim özü dediyi kimi də Kamran müəllim vəd verməyi xoşlamır, amma mən sizə əmin edirəm ki, nə deyibsə onu eləyəcəkdir inşallah. İndiyə qədər olan deputatlarımız da bilirsiniz, hamısı ağsaqqallarımız olub, gözəl insanlar olublar. Amma Kamran müəllimi onlardan fərqləndirən cəhət də Kamran müəllimin gənc olmağıdır. Ağsaqqallarımızın həmişə hörmətini saxlamaq bizim borcumuzdur, amma bir enerji məsələsi var da, enerjinin sərf edilməsi məsələsi var. O gənclərdə hər halda daha çoxdur. Bunu ağsaqqallarımız da özləri başa düşürlər və nəhayət ki, şükürlər olsun ki, bu dəfə estafeti gənc insana vermək haqqında düşünülüb və nəticədə Kamran müəllimin namizədliyi dəstəklənir. Mən əminəm ki, 1 noyabrda hamınız seçkilərə gələcəksiniz. Və mən əminəm ki, burada mən belə deyək də, mən gözümün qabağına 1000 nəfər görürəm. Yəni, hər birimiz, Kamal müəllim qeyd elədi, hər birimiz üzümüz tutan dostumuzu, qonşumuzu, əqrabamızı büyündən yurda duran insanlar Kamran müəllimin vəkilləridir. Hər birimiz təbliğatımızı genişləndirməliyik. Ən əsası 1 noyabrda seçkilərə gəlməliyik. Kamran müəllim qeyd elədi ki, kimə istəyirsiniz səs verin. Mən sizə deyirəm ki, Kamran müəllimə səs verin. Mən sizdən xahiş edirəm ki, gəlin, Kamran müəllimə səs verin, Kamran müəllimi seçək və ondan sonra inşallah görəcəksiniz ki, bəli, millət vəkili nətər olurmuş. Millət vəkilinin funksiyasını necə yerə yetirilmişlər və Kamran müəllimin də yanında şükür Allaha təşviqat qrupunda olan insanlar da o millət vəkili seçiləndən sonra da onun ətrafında olacaqlar. Yəni, əlimizdən gələn dəstəyi Kamran müəllimin köməkliyi ilə bir yerdə bu rayon üçün sərf eləyəcək. Mən baxıram, maşallah, futbol artıq canlanma var. Əvvəllər biraz sakitlik idi. Biz idman klubumuzu təqdim eləyəndə dedilər ki, bu AV futbol klubu da yaranacaq. Mən dedim, Allah mənə elə bir imkan versin ki, o futbol klubunu yaranıb bütün başlıqlara çıxartmışlar ki,
ABİ futbol klubu yaranır. Allah yenə deyirəm, bizə elə bir imkan versin, istəyimizlə imkanımız üst-üstə düşsün ki, biz bu işləri görə bilək. Yenə deyirəm, hamınıza xahiş edirəm. Bir nəfər kimi və burada olan insanların hər biri 100 nəfər kimi 1 noyabrda seçkilərə gələk, Kamran müəllimə səs verək, onu dəstəkləyək. Sağ olun, təşəkkür edirəm. Millətimiz üçün xeyirli uğurlu olsun. Arzum müəllim, Kamran müəllimin vəkili, əməkdar məclisi Taliyə Nəsibov verir. Kamran müəllim, elimizə, obamıza xoş gəldiniz. Elimizə, obamıza, öz elim obama xoş gəlibsiniz. Kamran müəllimin birinci qədəmi Kosalar kəndindən oldu. Bu da təsadüfi deyildi. Ona görə ki, onun babası orada məktəb direktoru işləyir. Birinci qədəmini də Kosalara açdı. Qədəmləriniz mübarək olsun. Mən çox danışmayacağım. Bütün 1 noyabrda, bütün hamıyı seçkilərə dəvət edirəm və Kamran müəllimə səs verməyə çağırıram. Sağ olun. Müəllim, sağ olun. Çıxış üçün sözü Uşaq Gənclər İdman Məktəbinin direktoru Rəhim müəllimə verir. Xoş gördük, əziz idmançılar. Bu günləri bizim keçmiş idmançımız Kamran müəllimlə görüşdəyik. Biz hamımızda böyük başımızla idmançılarla Kamran müəllimə səs verəcək. Söz demək istəyən, nəsə bir təklif vermək istəyən, Əhməd müəllim buyur. Hörmətli dostlar, hər biriniz xoş gəlibsiniz. Kamran müəllim, eliniz oğlanınıza xoş gəlibsiniz. Kamran müəllim, mən təklif üçün bizə onu demək istəyirəm. Bəxlə siz dediniz ki, hansısa kənddə məktəb yaradırıq, zala köməkli. Amma mən bir şey deyirəm ki, Qazax bu günləri güləş kadrından respublikada, dünyada tanınır. Firdevsi müəllim də buna nümunədir. Mən istəyərdim ki, Qazaxda gözəl bir güləş məktəbi yaradılsın. Və bütün məşqçilər də yığılsın orada. Bir yerdə hamımız bildiyimiz gücümüzü orada sərf edək. Amma ayrı-ayrılığa bölünsək, gücümüz zəiflər. Bunu sizə təşrif edirəm. Çox sağ olun. Sonda çıxış üçün sözü əməkdar jurnalist Sərhəd Məmmədova verirəm. Sərhəd müəllim buradadırmı? Buyurasın. İdmançılara mən sağ olun deyirəm. Kamran müəllim, xoş gəlibsiniz elm obama. Mən onu deyirəm, burada duran idmançıların hər biri Qazaxın adını, şərəfini həmişə orada tutubdur. Bax bu, Kemal müəllim, qardaş Sarı müəllim. Bu nəsil davam edib, hiç Qazaxda da güləş məktəbini yaradıb. Bu kişi olubdur, bu onun davamçıları var. Onun yetirmələri bu, bütün dünyada tanınan Qazaxların fəxri olabilir. Müəllim buradadır, burada idmançılar buradadır və biz bunların hər birindən fəxr eləmişik. Şəxsən mən idmançı olmasam da, bütün idmançıların hamısını yazarı mən olmuşum. Başda Firdevsi müəllim, Kemal müəllim, bax burada nə qədər var. Qazaxlarla biz fəxr eləmişik, onları həmişə borcumuz olub ki, onların nailiyyətlərini mətbuatda işlandıraq. Kamran müəllim, ümumiyyətlə bax bu sinər var ki, bu Qazaxdan ki çıxar var, nə qədər ki bu pərvazlanan olanlar var, Qazaxlı adını daşıyanlar var. Onların hər birinin haqqında həmişə xoş sözlər işləmişik. İdmançımız, şairlərimiz, yazıçılarımız, alimlərimiz həmişə Qazaxa başı ucalda gətirir. Və bu gün siz tərcüməyi halınıza baxdım və burada Göyəzdan dağını elə belə verməmişsiniz. Bu gör nə qədər əzəmətli səsləndir bizim üçün. Biz də arzu edirik, siz də Göyəzdan dağı kimi olun, bütün arzularınıza qovuşun, Qazaxın idmanının inkişafına nə imkanınız var, sərf edin. Bizə şeyi qeyd edelim, burada deputatlar seçiliblər həmişə, ancaq sadəcə olaraq bir dəfə bu boyları gördüm, ondan sonra görmürlər. Yəni, bunların mən hamısının şahidiyəm. Elə bayaq Kemal müəllim dedi, Vaqif Səmədoğlu'nun da, bizim öz yaxın axsaqqalımız Teymur müəllimin də, Əhməd müəllimin də, o birilərinin də. Bizdə xahişim var ki, seçicilərlə heç olmasa bir kvartaldan mı, 2 aydan, 3 aydan bir görüşüm. Qazaxda 7000-dən çox qaçqın var, 7 kənd işğal altındadır. Bunların hər birinin
görürsən ki, ailələrdə problemlər var, balalarının təhsildə və yaxud da ayrı sahələrdə. Deputat kimi mən arzu edirəm ki, seçiləsiniz və gələcəkdə onların hər birinin qayğılarının maraqlanasınız. Sizə bu fəaliyyətinizdə uğurlar, sizə can sağlığı. Biz əminik ki, siz öz arzunuza satacaqsınız, Qazaxlılar, idmançılar da sizi dəstəkləyəcək və öz sözünü deyəcək. Sədran, sağ olun. Çıxış edən bütün yoldaşların hər birinə təşəkkür edirik. Sonda olunan çıxışlara, verilən təkliflərə Kamran müəllimi yəqin ki, bir son söz olacaq. Buyurun. Mən qısa sizə minnətdarlığımı bildirirəm. Hamınıza can sağlığı arzulayıram. Deyildi, düz də deyildi əslində ki, deputat bu işlərlə məşğul olmayacaq və olmayacaq deyəndə ki, olmamalıdır. Mənim bir şey qısa deyim, nə başınıza ağırdım, nə də vaxtınıza alım, amma sadəcə mən Qazaxda bu da faktı məni Bakıdakı kimi tanımırlar. Mən deputat olmaq fikrinə gələndə mənim fikirləşdiyim elə oldu ki, bəlkə də mən Bakıdan verərdim. Məni Bakıda yetərincə insan da tanıyır, dostum da var, tanışım da var, qonşum da var. Amma mən sonra belə fikrə gəldim ki, mən namizədliyimi Qazaxdan verim və Qazaxdan verməyə nə vadar etdi məni? Mən həm birincisi yaşlaşdıqca görürdüm ki, mən doğma yurdumdan, doğma elimdən uzaq düşünürəm. Və fikirləşdim ki, seçilərəmsə həm mənim Qazaxa bağlılığım daha sıx olar və bir də ki, mən seçilsəm əgər arzum və fikrim odur ki, deputat bunu eləməlidir, eləməməlidir. Ondan asılı olmayaraq Qazax üçün nəsə edeyim. Ona görə ki, bu mənim atama, rəhmətli atama, əmilərimə, babamma olan bir mənəvi borcumdur. İnsan heç vaxtı valideynin borcunu qaytara bilməz. Amma qismən də olsa, nəsə də eləsəm, onların ruhu şad olacaq. Bax belə. Yəni ki, çalışacam, nəsə eləyim. Həmçəsin, yanımda olan çalışacaq. Bu, gərək bu işi ligada oynasın. Mən köhnə nənəyi qaytaracağım, yavaş-yavaş, onları qaytaracağım, yavaş-yavaş. 2012-yə kimi həmişə gedirdim xaricə. Yəni, milli yığmamızın harada oyunu var idi, mən milli yığma ilə gedirdim. Maraqlı əhvalatdır. Deməli, o Panamarov idi baş trener, Polşaya uçuruq, deyəsən 2004-2005 tənə Fuad Musayev idi. Hə, altına olmuşdur. Mən 3 dəqiqə stadionu geydim, uca 2-0 oldu. Deməli, bizdə də onda Napadayev var idi, hücumçu. Familiyası Rus idi. Əsli. Elə Panamarevin oğlu. Yox, Panamarevin oğlu oynamadı. Nə də, uzun saç. Uzun saç. Vadim Vasilyev. Deməli, biz də dostlarla indi o vaxtı mən biraz içki içirdim, indi içmirəm. Özünüz təqdim edirsiniz. Əhmədov Kamal Məhəmmədoğlu. Kamal müəllim, bugün sizin yeriniz Kamran müəllim namizədliyini verib. Və siz öz çıxışınızda onun babasından, atasından dediniz. Bugün onun özündən nə deyə bilərsiniz və gənc kadro nə eləyə bilər Qazaxa, əgər seçilsə? Mən bayaq öz çıxışımda da dedim. Dedim ki, Ot Kökstəplər, onun babası, atası, əmləri çox ziyalı adam olublar, xeyirhaq adam olublar. Qazaxımız üçün həmişə fikirləşiblər, əllərindən kömək ediblər. Elimizin, qubamızın, gənclərin savadlanmasında onun babasının xüsusilə böyük rol olubdur. Onu həmişə biz xatırlayırıq. Mənim onunla şəxsi salamım olub, bir-birimizə münasibətimiz, hörmətimiz olub. Mənə elə gəlir ki, indi o deputatlıqlar namizəd olan Kamran müəllim gələcəkdə Qazax üçün, Azərbaycan üçün xeyirli bir
yaxşı bir deputat olacaq. Tamam, biz bugün bir şeylə rast gəldik. Biz Daş Salahlıda da olduq. Ahali çox sevərək, elə bir gözlərindən bir ümid işığı gələrək, nədənsə bu namizətə ümidlə baxırlar. Bugün yenə təkrar edirəm, seçilsə Qazaq üçün sevimli mi olar, Qazaq üçün bir şeylər mi olar və yaxud bu açılmayan bir fəlsəfə kimi Qazaqlılara, çünki keçmiş millət vəkilləri bir şey eləmədi. Ancaq xalq ona inanaraq, bu inancı xalq nədə gördü? Kamran müəllimin gözlərindəmi, onun imicindəmi, yoxsa nədə? Bunu siz necə izah eləyəsiniz? Bizim deyirsiniz əvvəlki deputatlar da yaxşı deputatlar olub. Bir deputat kimi Milli Məclisdə öz sözlərini deyə bilib lazım olanda, xeyirxah işlərlə məşğul olublar. Amma indiki bu deputat seçəcəyimiz Kamran müəllim gəncdir, daha çox enerjisi var, daha yaxşı savadı var. Savadlı adam da necə deyərlər, cəsarətli olur, sözü hər yerdə deyə bilir. Elə Qazaq haqqında, Qazağın abadlaşması haqqında, gözəlləşməsi haqqında lazım gəlsə müəyyən yerlərdə fikirlərini deyər və ona nail ola bilər. Biz ona əminik. Çox sağ olun. Sağ olun.